Salam dostlar, Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün nəşr etdiyi 20 sınaqdan ibarət kitabçanın 5-ci sınağının suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, bir cins elektrostatik sahənin qüvvə xəttləri üzərində verilmiş iki nöqtə arasındakı məsafə D, onlar arasındakı gərginlik U olarsa, kütləsi M, yükü Q olan zərrəciyin bu sahədə aldığı təcil hansı ifadə ilə təyin olunur? Gəlin biz bir cins elektrostatik sahənin qüvvə xəttlərini çəkək. Bilirik ki, bir cins elektrostatik sahənin qüvvə xəttləri bir-birinə paralel və bir-birindən eyni məsafədə yerləşmiş düz xəttlərdir. Və biz burada belə bu şəkildə vektorunu yaza bilərik. Yəni bu artıq bir cins sahəni göstərir. Bu qüvvə xəttlərinin birinin üzərində gəlin iki nöqtə qeyd edək. Birində olsun A, digəri olsun B. Bu iki nöqtə arasındakı potensiallar fərqi və yaxud gərginlik U ilə işarə olunur. Onlar arasındakı məsafə D-dir və kütləsi M, yükü də Q olan zərrəcik bu sahədə aldığı təcili biz tapmaq istəyirik. Biz bilirik ki, yüklü zərrəciyə elektrik sahəsində təsir edən qüvvə F bərabərdir Q-Y şəklində hesablanır. Zərrəciyin yükü olduqca kiçik olduğu üçün ağırlıq qüvvəsini biz nəzərə almırıq. Onda F-in yerinə Newton ikinci qanundan çıxan nəticəyə görə biz M-a yaza bilərik. M-a bərabərdir Q-Y. Buradan A-nı tapası olsaq, Q-Y bölək M tapmış olarıq. Baxırıq ki, bizdə Y intensivliyi yoxdur. Digər tərəfdən bilirik ki, bir cins elektrostatik sahədə Y intensivliyi U bölünsün D şəklində də təyin oluna bilir. Burada U elektrik sahəsinin qüvvə xəttləri üzərində götürmüş iki nöqtə arasındakı gərginlik, D isə həmin nöqtələr arasındakı məsafədir. Beləliklə, A bərabərdir Q bölünsün, M vurulsun, Y-nin yerinə də U bölüdə yazarıq. Beləliklə, A bərabərdir Q-U bölək M-də almış olarıq. Doğru cavab Q-U bölək M-də, yəni E bəndi olar. İndi isə gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, bir cins elektrostatik sahənin B və C nöqtələri arasındakı potensiallar fərqi U olarsa, C və D nöqtələri arasındakı potensiallar fərqi nəyə bərabərdir? Olar. Bölgülər bərabərdir. Dərhal yazırıq. Bir cins elektrostatik sahə isə Y bərabərdir U bölünsün D, o da bərabərdir konstant olmalıdır. İndi burada ədədi qiyməti yox, deməli istiqamət yox, ədədi qiymətinin sabitliyini biz nəzərdə alırıq. Beləliklə, gəlin birinci elektrik sahəsinin qüvvə xəttlərinin hansı istiqamətdə yönəldiyinə baxaq. Biz bilirik ki, qüvvə xəttləri müsbət yüklərdən başlayır. Müsbət yüklər buradadır, mənfi yüklər də bitir. Onda gəlin müsbətdən mənfiyə doğru elektrik sahəsinin qüvvə xəttini çəkək. Yəni qüvvə xəttləri soldan sağa doğru yönəlir. Həmçinin bilirik ki, sahənin qüvvə xəttləri istiqamətində potensial azalır. Beləliklə, B nöqtəsinin potensialı böyükdür C nöqtəsinin potensialından, o da böyükdür D nöqtəsinin potensialından. Bəs gərginlik nədir? Gərginlik bu iki nöqtələr arasındakı, deməli, iki nöqtə arasındakı potensiallar fərqini nəzərdə tutur. Onda U, biz yazmalıyıq BC, digər tərəfdə də U, CD-ni də belə yaza bilərik. U, fi deməli C çıxılsın, fi D. Onda E bərabərdir, nə yazmalıyıq? U, BC bölək B və C nöqtələri arasındakı məsafə DBC bərabər olmalıdır. UCD bölünsün DCD. Yəni uyğun olaraq gərginliklər və həmin məsafələrin nisbətini yazıb bir-birinə bərabər götürdük. İndi B və C nöqtələri arasındakı gərginlik U-dur. Bəs görəsən B və C nöqtələri arasındakı məsafə nə qədərdir? Əgər C nöqtəsini biz özünə paralel qalmaqla sürüşdürüb B nöqtəsi səviyyəsinə gətirsək, baxırıq ki, buradakı məsafə 1, 2, 3 damadır. Deməli, BC məsafəsi 3-ə bərabərdir. UCD, müəllim, UCD-də deyəndə D-ni qaldırırıq yuxarı. Yəni, 3-ü də bir düz xətt üzərində olur. Onda yazırıq UCD bölünsün. Baxın, C nöqtəsindən D nöqtəsinə məsafə artıq bir dənə damadır. Deməli, böl 1 yazmalıyıq. Beləliklə, UCD, yəni C və D nöqtələr arasındakı gərginlik U bölünsün 3-ə bərabər olar ki, doğru cavab da B bəndi edər. Üçüncü suala baxaq. Üçüncü sual şifahi bir sualdır. Bizim ümumi bir biliyimizi yoxlayır. Bir cins elektrostatik sahənin qüvvə xəttlərinin əksi istiqamətində sahəyə daxil olan müsbət yüklü ion necə hərəkət edir? Biz bilirik ki, bir cins elektrostatik sahədə müsbət yükə qüvvə xəttləri istiqamətində, mənfi yükə isə qüvvə xəttlərinin əksinə
yönəlmiş bir qüvvə təsir edir. İndi zərrəcik müsbət yüklü olduğu üçün ona təsir edən qüvvə sağa doğru yönəlməlidir. Biz bilirik ki, qüvvə sağa doğru yönəlirsə, deməli hərəkət təcil də qüvvə istiqamətində yönəlməlidir. Yəni sağa doğru. Təcil və sürət əks istiqamətlərdə olduğu üçün bizim hərəkətimiz bərabər yavaşlayandır. Bircə elektrostatik sahə o deməkdir ki, Y qiymət və istiqamətcə sabit olmalıdır. Onda F də uyğun olaraq qiymət və istiqamətcə sabit olmalıdır. Qüvvə sabitsə, onda təcil də qiymət və istiqamətcə sabit olmalıdır. Deməli, onda bərabər təcilli hərəkətdir və bərabər yavaşlayan olmalıdır. Doğru cavab olar. Düz xətli bərabər yavaşlayan A bəndi. Dördüncü suala baxaq. Təsvir olunmuş dövrədə C1 bərabərdir C, U2 bərabərdir 8 volt olarsa kondensatorlar batareyasının ümumi tutumu nəyə bərabərdir? Dərhal baxırıq. Yazaq C1 bərabərdir C, U2 bərabərdir 8 volt. Sonra şəkilə əsasən U gərginlik mənbəyinin gərginliyi 24 voltdur. Onda ümumi tutumu tapmaq tələb olunur. Baxırıq ki, burada kondensatorlar ardıcıl şəkildə birləşdirilmişdir. Onda biz C ardıcılı tapmalıyıq. C ardıcılın düsturu C1 vuraq C2 bölək, C1 üstə gələk C2 şəklindədir. Deməli, C2 tutumunu bilsək, biz artıq tapa bilərik. Biz bilirik ki, kondensatorları ardıcıl qoşduqda onlardan onların köynəklərində toplanan yüklər bir-birinə bərabər olmalıdır. Yəni Q1 bərabər Q2, o da bərabər konstant deyə bilərik. Və yaxud Q1 bərabər Q2, o da bərabərdir hər hansı bir Q. Onda Q bərabərdir C vurulsun U ifadəsinə əsasən Q sabitsə, onda olmalıdır. C1 vurulsun U1 bərabərdir C2 vurulsun U2. İndi gəlin baxaq. Bəs ardıcıl birləşmədə U gərginliyi nə cür tapılırdı? Uyğun olaraq U1 üstə gələk U2 şəklində. Yəni U1 birinci kondensatorun köynəkləri arasındakı gərginlikdir. U2 isə ikinci kondensatorun köynəkləri arasındakı gərginlikdir. Beləliklə U2-ni tapdıqda U-dan U1-i çıxırıq və U2 bərabərdir. U-nun qiyməti 24 volt, U1-in qiyməti isə, baxın, U1-i biz tapmalıyıq. U1-i tapsaq, deməli, U1 bərabərdir, U çıxılsın U2. Buradan U2-nin qiyməti nə qədərdir? 8 volt. Beləliklə U1 də bərabərdir 16 volt almış olarıq. Onda C1 tutumuz C-dir. C vuraq 16 volt bərabərdir C2 vuraq. U2-nin qiyməti isə 8 voltdur. Baxın, hər tərəf 8 voltu ixtisar aparsaq, onda C2 bərabərdir 2C almış olarıq. Deməli, ikinci kondensatorun tutumu birinci kondensatorun tutumundan 2 dəfə böyükdür. Bu halda C ardıcılı tapsaq, C vuraq 2C bölünsün C üstə gəl 2C. Beləliklə biz alarıq 3-də 2C. Doğru cavab C bəndi olar. 5-ci suala baxaq. Qüvvə xətləri təsvir olunmuş elektrostatik sahənin göstərilən nöqtələrində sahənin potensialı və müsbət yüklü zərrəciyin aldığı təcilin modulu üçün hansı ifadə doğrudur? Biz dedik ki, əgər qüvvə xətləri bir-birinə paralel istiqamətdə və bir-birindən eyni məsafədə belə eyni aralıqlarla bir-birinə paralel qalmaq şərtindən yönəlirsə də, yəni bir istiqamətdə yönəlirsə, deməli bu bircins sahədir. Əgər qüvvə xətləri bir-birinə yaxınlaşırsa və yaxud bir-birindən uzaqlaşırsa, artıq sahə qeyri-bircins olur və qüvvə xətləri sıxlaşan yerdə sahənin intensivliyi böyüyür, qüvvə xətləri seyrəkləşən yerdə isə sahənin intensivliyi kiçilir. Amma bizim bir dənə bildiyimiz bir qayda var ki, qüvvə xətləri istiqamətində həmişə sahənin potensialı azalır. İndi baxırıq ki, qüvvə xətləri istiqamətində 2-1. Deməli, hansının potensialı daha böyükdür? 2-nin potensialı 1-in potensialından böyükdür. Çünki qüvvə xətti istiqamətində gedən 1-dir. Ona görə 1-in potensialı 2-nin potensialından daha kiçik olmalıdır. Ya F2 böyükdür F1 yazarıq, ya da F1 kiçikdir F2 yazarıq. Onda birinci yox, ancaq biz nəyə götürə bilərik? İkincini götürə bilərik. Onda birinci B bənddə yanlışdır. Onda 2-5 və yaxud da 2-4 olmalı. Çünki ikili bir cavab axtarırıq. Üçüncü cavab da yanlışdır. Onda 2-5, yenə deyirəm, 2-5 və 2-4 cavablarının ikisindən biri olmalıdır. İndi biz dedik ki, qüvvə xətləri sıxlaşdıqca intensivlik böyüyür. Onda bir nöqtəsinin intensivliyi 2 nöqtəsinin intensivliyindən nə olmalıdır? Daha böyük olmalıdır. Çünki bir nöqtəsi qüvvə xətlərinin daha sıx olduğu, bir-birinə yaxınlaşdığı yerə daha yaxındır. Onda A bərabərdir Q'ye bölünsün M ifadəsindən Q zərrəciyin yüküdür, o dəyişmir, M kütləsidir, dəyişmir. Biz görürük ki, təcil
sahənin intensivliyinin ilə düz mütənasib asılıdır. Əgər bir nöqtəsində sahənin intensivliyi 2 nöqtəsindəki sahənin intensivliyindən böyükdürsə, onda bir nöqtəsində yüklü zərrəcin təcili 2 nöqtəsindəki təcilindən daha böyük olmalıdır. Yəni ikinci doğru cavabımız da olur 5 və 2-5 cavabı ancaq A bəndində uyğundur. 6-cı sualda baxaq. Vakuumda verilmiş intensivlikli, yəni sahənin intensivliyi E sabit olmalıdır. Bir cins elektrostatik sahədə sükunət halından başlanğıc sürət 0-a bərabərdir. Hərəkətə başlayan yüklü hissəciyin eyni zaman ərzində, yəni T-ni də biz sabit götürməliyik. Yer dəyişməsi modulunun xüsusi yükdən asıllıq qrafikini müəyyən edin. Biz bilirik ki, əgər bir cins sahədə yüklü zərrəciyin hərəkətinə baxırıqsa, həmin yüklü zərrəciyin hərəkəti bərabər təcilli hərəkət olmalıdır. Onda bərabər təcilli hərəkətdə S yer dəyişməsi modulu üçün biz düsturub bu şəkildə yaza bilərik. V0T üstəgələ AT kvadratı bölünsün 2. Baxın, zərrəcik sükunət vəziyyətindən hərəkətə başladığı üçün birinci hədd 0-a bərabər olur. Yerdə qalır S bərabərdir A vurulsun T kvadratı bölünsün 2 şəklində. Bəs A nəyə bərabərdir? Bayaqları birinci düsturda yazdığımız kimi A bərabərdir QY bölək M. Beləliklə S bərabərdir QY bölək 2M vurulsun T kvadratı. İndi gəlin sabitləri işarə eləyək. Zərrəciyin deməli sahənin intensivliyi sabitdir. T kvadratı sabitdir. Bizdən S-in Q bölək M-dən asıllığını soruşur. S Q bölək M-lə düz mütənasib olur ki, doğru cavab da olar B bəndi. Sonra 7-ci sual. 7-ci sual bir məsələdir və bizə görək nəyi tapmaq tələb olunur. Bizdən nə tapmaq tələb olunur? Deməli, yükü Q bərabərdir 3,2 vuraq 10 üstü mənfi 19 kilon. Kütləsi isə M bərabərdir 12,8 vuraq 10 üstü mənfi 27 kiloqram olan müsbət ion. Deməli, V bərabərdir 2 vurulsun 10 üstü 4 metr bölünsün saniyə sürətlə. İntensivliyi E bərabərdir 5 vurulsun 10 üstü 3 volt bölünsün metr olan bir cins elektrostatik sahəyə qüvvə xətlərinin əksi istiqamətdə daxil olur. İyonun tormuz yolunu hesablayın. Yəni S tormuzu tapın. Gəlin onu şəkil üzərində göstərməyə çalışaq. Deməli, elektrik sahəsinin intensivliyi deyək ki, sağa doğru yönəlir. Bir cins elektrik sahəsidir. Bura müsbət yüklü bir iyon daxil olur və sahənin qüvvə xətlərinin əksinə doğru V sürətindən hərəkət etməyə başlayır. Biz də bilirik ki, müsbət yüklü zərrəciyə sahənin qüvvə xətləri istiqamətində deməli, intensivlik xətləri istiqamətində qüvvə təsir edir. Onda baxırıq ki, artıq hərəkətimiz bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə cisim tormozlanmağa başlayır. Onda S tormozun düsturunu yadımıza salaq. V0 kvadratı bölünsün 2A. Buradansa V0 kvadratı bölək 2A-nın yerinə də QY bölək M yazarıq. M də çıxar sürətə və beləliklə S tormoz bərabərdir MV0 kvadratı bölünsün 2QY almış olarıq. Gəlin indi S tormuzu hesablayaq. M-in qiyməti 12,8 vuraq 10 üstü mənfi 27. V0-ın qiyməti 2 vuraq 10 üstü 4-dür. Kvadratı olar 4 vurulsun 10 üstü 8. Bölünsün 2. Q-nin qiyməti 3,2 vuraq 10 üstü mənfi 19 və E-nin qiyməti 5 vurulsun 10 üstü 3. O da bərabərdir. Baxaq. 3,2-ni deməli 12,8-ə ixtisar apar. 12,8-dən 3,2-ni elə 3,2-nin özünə ixtisar aparsaq, sürətdə 4, məxrəcdə 1 alınır. Sonra gəlin baxaq. 4 dəfə 4 16. 10 üstü mənfi 27-ni 10 üstü 8-ə vurduqda 10 üstü mənfi 19 bölünsün 2 dəfə 5 10. Vuraq 10 üstü mənfi 19, vuraq 10 üstü 3. Baxın 10 üstü mənfi 19-larda ixtisar gedir. Qalır 16 bölək 10 üstü 4. Bu deyir 16 vuraq 10 üstü mənfi 4 metr. Bu isə 1,6 millimetr deməkdir. Yəni doğru cavab olur A bəndi. 8-ci suala baxaq. Gravitasiya qüvvəsi və Coulomb qüvvəsi üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Mərkəzi qüvvədir. Biz bilirik ki, həm deməli gravitasiya qüvvəsi, həm də Coulomb qüvvəsi mərkəzi qüvvədir. Deməli, birinci cümlə hər ikisinə uyğundur. Mənbəyi kütlədir. Gravitasiya qüvvəsi F bərabərdir. Böyük J vuraq, M1 vuraq, M2 bölək R kvadrat şəklində təyin olunur. Baxırıq ki, gravitasiya qüvvəsi həqiqətən də kütlədən asılıdır. Deməli, mənbəyi kütlədir. Baxa, bunda birinciyə getdi 2.
Sonra həm cazibə, həm də itələmə xarakterlidir. Biz bilirik ki, qravitasiya qüvvəsi ancaq cazibə xarakterlidir, amma Coulomb qüvvəsi eyni adlı yüklər arasında itələmə xarakterli olur, amma əks işarəli yüklər arasında isə cazibə xarakterli təsir göstərir. Deməli, 3 gedir ikinciyə, yəni Coulomb qüvvəsinə. Cisimlər arasındakı məsafənin kvadratı ilə tərs mütənasib asılıdır. Coulomb qüvvəsinin düsturu isə K vurulsun, modulda Q1, modulda Q2 bölünsün R kvadratı şəklindədir. Biz baxırıq ki, hər iki qüvvə məsafənin kvadratı ilə tərs mütənasibdir. Deməli, 4 gedir hər ikisinə. Mənbə isə elektrik yüküdür. Bu Coulomb qüvvəsidir. Deməli, birinciyə getdi 2, ikinciyə getdi 3, 5, üçüncüyə isə getdi 1, 4 və doğru cavab oldu A bəndir. İndi 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, yükləri 6Q və -2Q olan eyni ölçülü metal kürəcik bir-birindən R məsafədə yerləşir. Deyək ki, Q1 bərabərdir müsbət 6Q-dür və Q2 də bərabərdir -2Q-dür. Və onlar bir-birindən R məsafədə yerləşir və onlar eyni ölçülüdür. Yəni, hər birinin radiusu qoy olsun R, qoy elə həm də onların onların aralarındakı məsafə də olsun R. Onda işarə edək. Baxın, buradan bura kimi oldu R. Buradan bura kimi də oldu R. Özüm belə bir hal götürürəm. Bunların arasındakı məsafə də olsun qoy elə R. Onda biz bilirik ki, əgər kürə halında olan iki dənə cisimdən söhbət gedirsə, məsafə dedikdə bunların mərkəzləri arasındakı məsafə götürülür. Deməli, ümumi məsafə 3R-ə bərabərdir. Birinci halda F1 bərabərdir K vurulsun, modulda Q1, yəni 6Q vuraq, modulda -2Q bölünsün, məsafə 3R-in kvadratı, yəni 9R kvadratı. İndi isə F2 bərabərdir K vurulsun. Biz bilirik ki, yüklü, eyni radiuslu kürələr bir-birinə toxundurulub aralandıqda onların yükləri Q1 iştirik bərabərdir Q2 iştirik bərabərdir Q1 üstə gələk Q2 bölünsün 2 şəklində hesablanır. Beləliklə Q1 iştirik bərabərdir Q2 iştirik, o da bərabərdir 6Q ilə -2Q-nü toplayıb yarıya bölürük. 6Q üstə gələk -2Q-nün yarısı. Bu da bizə verir müsbət 2Q. Deməli, modulda 2Q vurulsun yenə 2Q bölünsün yenə 9R-in kvadratı. Çünki həmin məsafəyə yerləşdirir. Yəni, məsafə dəyişmir. Onda biz baxaq. F1 bölək F2-ni tapdıqda, baxın, eyni olanlar nələrdir? Bu başdan ixtisar aparaq getsin. 9R kvadratları K-lar gedir. Yerdə nə qalır? Modulda 6Q. Buradan çıxır müsbət 6Q. Sonra modulda -Q. Bundan çıxır müsbət 2Q. Ya da ki, elə bunları mənfi modul daxilində yazaq. Sadəcə mənfinin heç bir mənası olmur modul daxilində olduğuna görə. Buradan da 2Q vurulsun 2Q. Baxın, 2Q'lər ixtisar getsə, modulda 6Q'nü modulda 2Q'ya böldükdə 3 almış olarıq. Deməli, əvvəlki cazibə qüvvəsi sonraki qarşılıqlı təsir qüvvəsindən 3 dəfə çoxdur. Deməli, onda qarşılıqlı təsir qüvvəsi 3 dəfə azalmış olar və doğru cavab da edər D bəndi. 10-cu suala baxaq. Proton və neytron bir cins elektrostatik sahəyə qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olurlar. Zərrəciklərin sahədə hərəkət istiqamətləri üçün hansı ifadə doğrudur? Digər təsirlər nəzərə alınır. Biz bilirik ki, neytron neytral zərrəcikdir. Yəni, onun elektrik yükü Q neytron bərabərdir 0-dır. Bu deməkdir ki, neytron istər elektrik sahəsinə, istəyirsə maqnit sahəsinə daxil olarsa, hər iki halda sahə ona təsir eləməz. Yəni, sahə təsir eləmirsə, o heç bir şey təsir hiss edəmədən, öz istiqamətini dəyişmədən hərəkət eləyər. Onda belə çıxır ki, neytron hərəkət istiqamətini dəyişməz. A bəndində deyir, neytron sola meyl edir, yanlış. B bəndində neytron sola meyl edir, yanlış. C bəndində neytron hərəkət istiqamətini dəyişməz, doğru ola bilər. D bəndində neytron sağa meyl edir, yanlış. E bəndində neytron hərəkət istiqamətini dəyişməz. Qaldı C və də E. Amma proton müsbət yüklü zərrəcikdir və sahəyə bu istiqamətdə proton daxil olduqda, gəlin sonraki halını çəkək. V sürəti bu istiqamətdədir. Belə deyək də, E isə bu istiqamətdə yönəlir. Düzdür, E yox, daha doğrusu yüklü zərrəciyə, müsbət yüklü zərrəciyə sahə istiqamətində qüvvə təsir edir. Yəni, onda F sağa doğru yönəlir. Bu deməkdir ki, F qüvvəsi onu sağa doğru meyl elətdirməyə çalışır. Məcbur edir ki, sahənin qüvvə xətləri istiqamətində hərəkət eləmiş olsun. Ona görə də sahəyə müsbət yüklü zərrəcik hərəkət eləyəndə o tədricən bax belə bir deməli formada hərəkət eləməyə çalışır. Yəni sağa doğru meylənir. Ona görə proton sağa doğru meyl eləyər, C bəndində yanlışdır və
neytron hərəkət istiqamətini dəyişməz və doğru cavab olar E bəndi. 11-ci suala baxaq. 11-ci sual olduqca maraqlı bir sualdır. Deyilir ki, bərabər tərəfli üçbucağın təpə nöqtələrində yerləşmiş yüklərin üçbucağın mərkəzində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi hansı istiqamətdə yönəlir? Deyək ki, olsun bu A nöqtəsi. Biz bilirik ki, müsbət yükün verilmiş nöqtədə yaratdığı sahənin intensivliyi nöqtədən xaricə doğru yönəlir. Yəni sağa bu istiqamətdə yönəlir. Bunu işarə edirik Y ilə. Eyni qayda ilə digər müsbət yükün A nöqtəsində yaratdığı sahə intensivliyi yenə bu istiqamətdə yönəlməlidir. Və mənfi yükünki isə bu istiqamətdə yönəlməlidir. Amma yəni bax bu qırıq-qırıq xətt boyunca yönəlməlidir. Amma bu ikisinin əvəzləyicisini tapsaq, baxın bu ikisinin, o da bu ikisinin əvəzləyicisi də yönəlməlidir. Bax bu istiqamətdə. Mənfi yükün yaratdığı da özünə doğru, verilmiş nöqtədən özünə doğrudur. Deməli, yekunda bu iki vektorda eyni istiqamətdə yönəldiyinə görə yekun sahənin yekun intensivliyi yenə də elə bax bu həmin istiqamətdə yönəlmiş olar ki, doğru cavab da C bəndində göstərilibdir. 13-cü suala baxaq. İzolyatordan dəstəyi olan və müsbət yüklə yüklənmiş kürəcik elektroskopun fincanının daxili səthinə toxunarsa, elektroskopun vərəqlərinin, fincanının və kürəciyin necə yüklənməsi haqqında hansı ifadə doğrudur? Baxın. Əgər burada bu daxil olunan, baxın bu görürsünüz nazik bir çöp formasında bir xətt verib. Bu izolyatordan deməli müsbət yüklü kürəcikdir və bu da onun izolyatordan olan dəstəyidir. İndi baxaq görək nə cür yüklənər. Baxın, metal kürəcik normalda neytral haldadır. Amma biz bilirik ki, onun içərisində müsbət yüklü hissəciklər və mənfi yüklü hissəciklər var və onların ümumi sayı 0-a bərabərdir. Yəni o deməli neytraldır. Amma biz müsbət yüklü kürə ilə toxundurduqda, onda bax buradakı artıq tarazlıq pozulur. Müsbət yüklü, yəni bax bu kürəciyin özünün, bu fincanın özünün müsbət yükləri artıq elektroskopun bu deməli oxu boyunca aşağı düşürlər və vərəqlərə paylanırlar. Vərəqlərin ikisi də müsbət yüklendiyinə görə onlar bir-birindən aralanır və vərəqlər müsbət yüklənmiş olur. Həmin bu fincan, daha doğrusu kürəcik özündəki müsbət yükü isə fincana verir. Deməli, fincan da müsbət yüklənmiş olur. Amma kürəcik özünün artıq yükünü verdiyinə görə kürəcik artıq deməli yüksüz vəziyyətdə qalır və doğru cavab olur A bəndi. 13-cü suala baxaq. Deyir ki, kondensatorlar batareyasının ümumi tutumu nəyə bərabərdir? Gəlin dərhal belə bir şəkildə yazaq. Baxın, əgər belə bir şəkildə sizə dövrə verilirsə, siz bunun ekvivalent dövrəsini çəkməlisiniz də, belə deyək. Bunun üçün nə edirik? Müsbət yüklü, deməli, gərginlik mənbəli müsbət qütbünü və mənfi qütbünü çölə doğru çıxardırsınız. Çıxartdıqda onda nə olur? Baxın, birinci müsbətdən gəlirik hara? Deməli, C-yə doğru, daha doğrusu C2 kondensatoruna doğru və baxın, burada artıq yol 2 yerə bölünür. Deməli, C2-dən keçdik, yol 2 yerə bölünür. Biri yuxarı, biri də aşağı. Burada isə biri sola, biri isə sağa doğru. Deməli, artıq yolda budaqlanma baş verirsə, bu paralel birləşməni göstərir. Deməli, bu hissə olsun C1, digər tərəf isə olsun C3 və bunlar gəlir burada birləşir və deməli, gərginlik mənbəyinin digər qütbünə, mənfi qütbünə biz gəlib çatmış oluruq. İndi gəlin baxaq, deyir, ümumi tutum nəyə bərabərdir? Birinci, paralel birləşdirilmiş hissənin ümumi tutumunu baxırıq. Paralel birləşmədə C paralel bərabərdir. C1 üstə gələk C3 olur. Yəni C paralel bərabərdir. C1-in tutumu 3C, C3-ün tutumu isə 5C və beləliklə biz alırıq nə? 8C. İndi bu C1, C3-ün əvəzində biz bir dənə C paralel yaza bilərik. Onda C2, sonra gəlir C paralel, buradan da gəlir belə bir şey. Mənfi qütb, müsbət qütb bu şəkildə və burada bir ardıcıl birləşmə var. C ardıcıl da bərabərdir. C2 vuraq, C paralel bölək, C2 üstə gələk, C paralel şəkildə yazılır. Beləliklə C ardıcıl bərabərdir. C2-nin qiyməti 2C, C paralelin qiyməti 8C, 2 üstə gələk 8C, deməli 16C kvadratı bölək 10C, C ilə kvadratın biri getsə, 16C-ni 10-a böldükdə qalar 1,6C və doğru cavab da edər B bəndi. Sonra 15-ci suala baxaq, da başlayın 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış müstəvi hava kondensatoru. Əgər desəydi ki, sabit gərginlik mənbəyinə qoşulu qalmış, bu demək ki, gərginlik sabitdir. Əgər yüklədikdən sonra sabit gərginlik mənbəyindən ayırırsınızsa, onda onun yükü sabit cəmiyyətdir. Yəni sabit qalır. Tam yüklüyübsüz ayırırsınız da, düzdürmü? Q bərabərdir konstant. Və deyir ki, lövhələr arasındakı məsafəni 2 dəfə azaldıb,
lövhələr arasındakı fəzanı dielektrik nüfuzluğu 6 olan dielektriklə doldurduqda kondensatorun elektrik sahəsinin enerji sıxlığı necə dəyişər? Enerji sıxlığını biz işarə edirik kiçik W hərfindən və o da enerjinin həcmə olan nisbət deməkdir. İndi nə edirik? Əgər Q sabitdirsə də biz W-nun, yəni enerjinin Q ilə olan düsturunu yazmalıyıq. Yəni Q kvadratı bölə 2C. V isə nə idi? Həcmdir. O nə deməkdir? En kəsin sahəsi vurulsun hündürlük. Yəni onu D ilə işarə edə bilərik. Beləliklə, yəni bu kondensatorun lövhələri arasındakı fəzanın həcmidir. S kondensatorun lövhəsinin sahəsidir, bir lövhəsinin sahəsidir. D isə kondensatorların lövhələri arasındakı məsafədir. Bax, ona görə biz S vurulsun D şəklində yazırıq. Beləliklə, Q kvadratı bölək 2C-də düşür məxrəcə, 2 vuraq, C-nin yerinə yazırıq. Epsilon 0, S bölünsün D, vurulsun S, vurulsun D. Bax, bu şəkildə yazdıq. İndi gəlin görək nə olur. D-lər ixtisar gedir və W bərabərdir. Q kvadratı bölünsün 2 epsilon 0 S kvadrat şəklində belə bir ifadə alırıq. İndi deyək ki, məsafəni 2 dəfə azaltsaq. Məsafəni 2 dəfə azaldırıq. Onda deyir, enerji sıxlığı necə dəyişir? Baxırıq ki, aldığımız düsturda heç məsafə deyilən bir şey yoxdur. Deməli, məsafədən asıllıq yoxdur. Və burada ki, bu 2-nin heç bir mənası artıq bizim məsələ üçün yoxdur. Yerdə qaldı nə? Epsilon, yəni dielektrik nüfuzluq. Baxırıq ki, enerji sıxlığı dielektrik nüfuzluq epsilondan tərs mütənasib asılıdır. Əgər siz kondensatorun köynələri arasındakı fəzanı dielektrik nüfuzluğu ilə doldurursa, deməli, onda epsilonun epsilonun qiyməti 6-dır. Əgər olan dielektriki çıxartsaydınız, deməli, epsilon yoxa çıxardı. Onda bu tərs asıllığa görə dielektrik nüfuzluğu 6 olan deməli, dielektriklə doldurursa, elektrik sahəsinin enerji sıxlığını 6 dəfə azaldırsınız. Əgər o dielektriki çıxartmış olsaydınız, 6 dəfə artırmış olardınız. İndi isə cavab olar 6 dəfə azalar. Çünki burada doldurulma prosesindən söhbət gedir. 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, Q1 yükünün Q2 yükünə göstərdiyi təsir qüvvəsinin modulu F olarsa, Q2 yükünün Q1 yükünə göstərdiyi təsir qüvvəsinin modulu nəyə bərabərdir? Biz bilirik ki, Q1 və Q2 yükü istər onlar müsbət olsun, istəyir mənfi olsun. Fərqi yoxdur. Həmin yüklər bir-biri ilə nə edir? Qarşılıqlı, Coulomb qarşılıqlı təsir qüvvəsinə bir-birinə təsir edirlər. Və Newtonun 3-cü qanununa görə qarşılıqlı təsirdə olan iki cisim və yaxud yüklü zərrəcik fərqi yoxdur. Bir-birinə modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə təsir edirlər. İndi burada yüklü zərrəciklərin hər ikisi mənfidir. Sizi burada yüklərin qiymətləri çaşdırmasın ki, biri 2-2-dir, biri 2-dir. Aha, əgər Q1 yükü Q2 yükünə F qüvvəsindən təsir etsə, digəri ya F bölə 2 olmalı, yəni 0.5 ya da 2F. Xeyr. Yüklər bir-birinə modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə təsir edirlər. Yəni, birinci ikinciyə F qüvvəsi ilə təsir göstərsə, uyğun olaraq ikinci də birinciyə F modulca F qüvvəsi ilə təsir göstərməlidir. Yəni, doğru cavab olmalıdır. A bəndi. 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, elə gəlin bunun üzərində deməli həll eləyək. Müstəvi kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrıldı. Yəni, Q bərabərdir konstantdır. Kondensatorların lövhələr arasındakı məsafəni, yəni D-ni 2 dəfə azaltdıqda lövhələr arasındakı elektrik sahəsinin intensivliyi modulu. Dərhal yazırıq ki, E bərabərdir U bölək D və Q bərabərdir C U ifadəsindən U-nu tapsaq Q böl C almış olarıq. U-nun ifadəsini yerinə qoyarıq, yazarıq Q bölünsün D vurulsun C. Beləliklə U da bərabərdir Q bölünsün D vurulsun epsilon 0 S bölünsün D almış olarıq. Burada D-lər ixtisar gedir və biz baxırıq ki, E bərabərdir Q bölünsün epsilon 0 S şəklində belə bir ifadə aldıq. Və baxırıq ki, sahənin intensivliyi artıq lövhələrin arasındakı məsafədən asılı olmur. Beləliklə deyirik ki, məsafəni 2 dəfə azaltsaq belə elektrik sahəsinin intensivliyi dəyişməz və doğru cavab olar B bəndi. 17-ci suala baxaq. Yükü müsbət Q, kütləsi M olan ion intensivliyinin modulu E olan bir cins elektrostatik sahədə sükunət vəziyyətdən hərəkətə başlayır. Yəni, başlanğıc sürəti 0-a bərabərdir. Sahə istiqamətində TT zaman ərzində ionun aldığı sürət hansı ifadə ilə təyin olur? Biz bilirik ki, müsbət yüklü zərrəcik
elektrik sahəsinin qüvvə xətləri istiqamətində, intensivlik xətləri istiqamətində hərəkətə başlayırsa, o bərabər yeyinləşən hərəkət eləyir. Çünki biz burada biznes elektrostatik sahədən danışırıq ki, ona görə deyirik ki, artıq bərabər yeyinləşən hərəkət, yəni bərabər təsirli hərəkətdir. Aldığı deməli sürətin ifadəsi, yəni malik olduğu sürəti biz V bərabərdir V0 üstə gələk AT düsturu ilə təyin edə bilərik. Başlanğıc sürət 0 olduğu üçün V0-ı yazmağa ehtiyac yoxdur. V bərabərdir A vurulsun T şəklində belə bir ifadə almış olarıq. Buradan da V bərabərdir A-nın yerinə yenə də yazarıq. Q-yə bölək M vurulsun T. Beləliklə V bərabərdir Q-yə bölək M vurulsun T alarıq. O da doğru cavab E bəndi olar. 18-ci sualda yenə bir vahid sualı soruşur. Baxaq. Watt güc vahididir. Wattı saniyə vuranda biz joule alırıq. Joule bölünsün kulon vurulsun metr. Deməli, joule-un açılışı isə W bərabərdir CU bölünsün 2 ifadəsindən. W enerji vahididir. Enerjidir, onun vahidi joule-dur. C burada tutumdur, onun vahidi faraddır. Düzdürmü? Deməli, belə mi yazaq, yoxsa bizə dəqiqə deməli CU bölü 2, CU bölü 2 yox, xeyr, burada bağışlayın. CU bölü 2 deyilən bir düstur yoxdur, bağışlayın. Burada olmalıdır. QU bölü 2, elə yazmalıydım, CU bölü 2 dedim. Deməli, joule bərabərdir, baxın, coulomb vurulsun volt. Onda yazaram, coulomb vurulsun volt bölünsün, coulomb vurulsun metr. Burada coulombları ixtisar aparsaq, qalar volt bölünsün metr. Volt gərginliyin vahididir, metr isə məsafənin vahididir. Onu da deyə böldükdə biz E almış olarıq. Yəni, bu bizə elektrik sahəsinin intensivliyinin vahidinə uyğun olduğunu göstərir. Yəni, bizə bu demək elektrik sahəsinin intensivliyinin vahidiymiş. 19-cu suala baxaq. Hansı ifadə doğrudur? M nöqtəsində yerləşən mənfi Q yükünə təsir edən yüklər tərəfindən təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Baxaq, burada mənfi M nöqtəsində mənfi Q yüklü zərrəcik var. Biz bilirik ki, 2 dənə bu yükę baxsaq, digər də mənfi Q yüklü və biz bilirik ki, əks işarəli yüklər bir-birini nə edir? Dəf edir. Onda sağdakı mənfi Q yükü M nöqtəsindəki Q yükünü sola doğru itələyir. Düzdürmü? F qüvvəsindən. Eyni qayda ilə soldakı müsbət yüklü zərrəcik isə Q yükünə malik zərrəcik M nöqtəsindəki mənfi Q yükünü özünə doğru cəzb edir. Deməli, bu da sola doğru cəzb olunmalıdır. Beləliklə, 2 dənə müsbət və mənfi Q yüklü zərrəciklərin M nöqtəsindəki mənfi Q yüklü zərrəciyə göstərdiyi təsir qüvvələrin istiqaməti eyni sola doğrudur və ikisi də eyni bir düz xətt boyunca yönəliblər. O deməkdir ki, onda əvəzləyici qüvvə bu ikisinin cəminə bərabər olmalıdır və o əvəzləyici qüvvənin istiqaməti yenə sola doğru yönəlməlidir. Deməli, yüklər tərəfindən təsir edən qüvvələrin əvəzləyicisi sola doğru yönəlmişdir və doğru cavab olar A bəndi. Sonra 20-ci suala baxaq. Təsvir olunmuş dövrədə kondensatorların yükləri arasında hansı münasibət doğrudur? Birinci baxaq bu hissəyə. Baxırıq ki, S1 və S2 tutumlu kondensatorlar, S1, S2 kondensatorları bir-birinə paralel qoşulmuşdur. Biz bilirik ki, paralel qoşulma zamanı U sabitdir. U sabit olduğuna görə Q bərabərdir S vurulsun U ifadəsinə görə QS ilə düz asılıdır. Beləliklə, Q2 bölək Q1 bərabərdir S2 bölək S1 yaza bilərik. Q2 bölək Q1 bərabərdir. Baxırıq, S2-nin tutumu 4S-dir, S1-in tutumu da 2S-dir və beləliklə 2 alırıq. Bu deməkdir ki, Q2-nin yükü Q1-in yükündən 2 dəfə böyükdür. Yəni, Q2 böyükdür Q1. Sonra, burada isə, baxın, paralel birləşir. Baxın, belə deyək də, buradakı yükü birinə Q desək, bu isə 2Q olar. O yüklər də gəlir buradan yekunda keçsə, onda deməli, buradakı yük də 3Q olmalıdır. Yəni, deməli ki, bu hissənin deməli 3Q yükü artıq şeydən keçir, düzdür mü? Bu S3 kondensatoruna. Q3-ün yükü deməli Q1 və Q2-nin yüklərindən böyük, Q2 və Q1 yüklərindən daha böyük olmalı. Deməli, Q3 böyükdür Q2, o da böyükdür Q1. Yəni, doğru cavab olur B bəndi. Sonra 21-ci sualda deyilir ki, Q1 yükünün N nöqtəsində yaratdığı sahənin intensivliyinin modulu E olarsa, həmin nöqtədə yekun elektrik sahəsinin intensivliyi modulu nəyə bərabər olar? Gəlin, bu suala uyğun şəkili verib, biz burada özümüz bir də yenidən çəkək. Deməli, bu müsbət yüklü zərrəcikdir.
Q1 bərabərdir müsbət Q, digəri də Q1 bərabərdir müsbət yenə Q olmalıdır. Və bunlar arasındakı məsafə bir-birinə bərabərdir və burada da N nöqtəsi qeyd olunur. Baxın, biz deyirik ki, müsbət yükün verilmiş nöqtədə yaratdığı yekun sahənin intensivliyi nöqtədən xaricə doğrudur. Eyni qayda ilə müsbət Q2 yükünün də deməli Q2 yükü də yenə müsbət Q yükünə malikdir. Onun da N nöqtəsində yaratdığı yekun sahənin intensivliyi yenə nöqtədən xaricə doğrudur. Yəni bu istiqamətdədir. Və baxın, hər bir yükün N nöqtəsindən olan məsafəsi bir-birinə bərabərdir. Onda bu istiqamətdə də bir Y yazırıq. Baxın, yəni intensivliklərin qiymətləri, modullar bir-birinə bərabərdir. Buradakı bucaq 60 dərəcəsə, buradakı bucaq da 60 dərəcə olmalı. Çünki qarşılıqlı bucaqlardır bunlar. Beləliklə Y bərabərdir, yəni Y əvəzləyici bərabərdir. Kökün altında Y-nin kvadratı üstə gələk, Y-nin kvadratı üstə gələk, 2 vuraq, Y vurulsun, Y vurulsun. Kosinus 60 dərəcə almış olarıq. Beləliklə, Y əvəzləyici bərabərdir. Kök altda Y kvadratlarını topladıqda 2Y kvadratı üstə gələk, 2Y vurulsun. Kosinus 60 dərəcə isə alır 2-də 1. Beləliklə, 2 ilə 2-də ixtisar getdi. Qaldı kökün altında 3Y kvadratı və buradan da biz Y kvadratından Y-ni ortaq vurulsaqsa 3 qalar kökün altında və doğru cavab olar Y vurulsun kök altında 3. 22-ci suala baxaq. 22-ci sualda deyilir ki, sabit gərginlik mənbəyinə qoşulmuş, artıq bu deməkdir ki, U bərabərdir konstant, hava kondensatorunun enerjisinin kondensatorun köynəkləri arasındakı məsafədən asıllıq qrafiki hansıdır? Biz o dəqiqə yazırıq. W bərabərdir. Əgər U sabitsə yazmalıyıq. CU kvadratı bölü 2. C-nin yerinə yazarıq. Epsilon 0 S bölünsün D. Məxrəcdə də bir 2 var, vurulsun U kvadratı. Bax, bu sualda yazılmalıdır ki, sonda S bərabərdir konstant olarsa. Yəni, həmişə bu test toplumunda da var da, S-i sabit götürməliyik ki, biz W ilə D-nin arasındakı asıllığı tapa bilək. Baxırıq ki, bu halda S-i də sabit götürsək, U-nu da sabit götürsək, W, D ilə tərs mütənasib basılıdır ki, doğru cavab da olar E bəndi. 23-cü suala baxaq. 23-cü sualda deyilir ki, verilmiş kondensatorun 23-cü sual, kondensatorun enerjisinin köynəkləri arasındakı gərginlikdən asıllıq qrafikinə görə onun tutumunu hesablayın. Baxın, U-nu verir, W-nu verir və özü U, W ilə kvadratik asılıdır. Onda biz yazırıq W bərabərdir C U kvadratı bölə 2. Buradan C-ni tapası olsaq 2W bölünsün U kvadratı. Beləliklə C bərabərdir 2 vuraq. W-nun qiyməti 12, məsələn buradakı qiyməti götürəm. 12 mikrojoule, yəni 12 vuraq 10 üstü 6 joule. Bölünsün, joule gəlin yazaq. Onun vahidi nədir? Bizdə, məsələn, qiyməti nə qədərdir? 4. 4-ün kvadratı 16 voltun kvadratı. Beləliklə, C də bərabərdir. Artıq biz bilirik ki, C bizdə tutumdur. Tutumun vahidi faraddır. Birbaşa farad yaza bilərik. İndi baxaq. 12 ilə 16-nı 4-ə ixtisar aparsaq, 4-ün məxrəcdə 3-ü sürətdə qalar. Sonra 2 ilə də 4-ü ixtisar apardıqda 2 qalar. 3-ü də 2-yə böldükdə 1,5. Buraq 10 üstü mənfi 6 farad almış olarıq. Beləliklə də C də bərabərdir. 1,5 mikrofarad tapmış olarıq ki, cavabı da mikrofaraddan hesablamaq tələb olunur. Cavab da 1,5. Sonra 24-cü sualda hansı ifadələr doğrudur? Gəlin birbaşa verilən fikirlərin diqqətlə oxuyub onları analiz edək. Birinci deməli cümlədə şərtdə deyilir ki, elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə zərrəciyin impulsu artır. Biz bilirik ki, elektrostatik sahə potensiallı sahədir. Yəni, biz burada potensial enerji haqqında teoremi tətbiq edə bilərik. Deyirik ki, qüvvənin gördüyü iş, yəni həm də ki, elektrostatik sahədə yüklü zərrəciyə təsir edən qüvvə konservativ qüvvədir. Konservativ qüvvədirsə, potensial enerji haqqında teoremi tətbiq edə bilərik. Biz deyirik ki, sahənin deməli, sahə tərəfindən təsir edən qüvvənin yüklü zərrəcik üzərində gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə və yaxud da ki, elə kinetik enerjinin dəyişməsinə bərabərdir. Əks işarə olmadan, yəni özünə. Əgər müsbət iş görürsə, yəni A sıfırdan böyüksə, onda delta Y kinetik də sıfırdan böyükdür. Yəni kinetik enerji getdikcə artır. Kinetik enerji artırsa, deməli onda zərrəciyin impulsu da artır. Deməli, birinci cavab doğrudur. İkinci deməli cümləyə baxaq, fikrə baxaq. Deyir ki, elektrostatik sahə yüklü zərrəci üzərində mənfi iş gördükdə zərrəci ilə sahənin qarşılıqlı təsirinin potensial enerjisi azalır. Xeyr. Əgər yüklü zərrəcik mənfi iş görürsə, baxın elə burada yazmışam. Mənfi iş görürsə, bu dəfə potensial enerji nə olmalıdır? Artmalıdır. Amma burada deyilsə potensial enerji azalır. Yəni ikinci deməli fikir səhvdir.
Üçüncü fikrə baxaq. Elektrostatik sahənin qüvvə xətləri mənfi yükdən başlayır, müsbət yükdə qurtarır. Xeyr. Əslinə qalsa müsbət yükdə başlayıb, mənfi yükdə bitir. Ona görə 3 də yanlışdır. Dördüncü fikrə baxaq. Elektrostatik sahənin gördüyü iş yüklü zərrəciyin trayektoriyasının formasından asılı deyil. Bəli, bu potensiallı sahələr üçün vacib olan, konservativ qüvvələr potensiallı sahələr üçün vacib olan bir deməli qaydadır. Deməli 4 də nədir? Doğrudur. Deməli bu elektrostatik sahədə deməli elektrostatik sahənin tərəfindən yüklü zərərə edən, təsir edən qüvvədən başqa bu hansı sahələr üçün də, hansı qüvvələr üçün də doğrudur? Bir ağırlıq qüvvəsi üçün. Baxırsınız burada potensial enerji ya da ağırlıq qüvvəsinin gördüyü iş nədən asılı idi? Ağırlıq qüvvəsinin gördüyü iş trayektoriyanın formasından asılı deyildi. Yalnız deməli cismin başlanğıc və son vəziyyətlərinin deməli vəziyyətlər fərqindən asılıdır. Yəni H1 çıxaq H2 hündürlüyündən asılı idi. Eləcə də elastiklik qüvvəsinin gördüyü iş yenə də deməli yayın başlanğıc və son vəziyyətlərinin fərqindən asılı idi. Yəni hesablayanda düzdürmü? Kx1 kvadratı bölə 2 çıxaq Kx2 kvadratı bölə 2. Görürsünüzmü? X1 və X2 uzunluqlar uzanmalarından asılı idi. Ona görə deməli 4 də doğrudur. 5-ci suala baxaq. Qapalı trayektoriyada elektrostatik sahənin gördüyü iş sıfırdan fərqlidir. Xeyr. Yenə dedik ki, qapalı elektrostatik sahənin qüvvə xətləri qapalı xətlər, deməli açıq xətlərdir. Potensiallı sahədir. Potensiallı sahə olduğuna görə qapalı trayektoriya boyunca sahənin gördüyü iş sıfıra bərabərdir. Ancaq qüvvə xətləri qapalı olan sahələr, yəni burulğanlı sahələrdə sahənin gördüyü iş sıfırdan fərqli idi. Bu da deməli nə cür sahə olurdu? Məsələn, burulğanlı elektrik sahəsində yüklü zərrəciyin qapalı trayektoriya boyunca gördüyü iş sıfırdan fərqli olurdu. Sıfıra bərabər olmurdu. Yəni 5 də artıq nədir? Yanlışdır. Ona görə doğru olan cavablar ancaq 1 və 4 oldu. Sonra 25-ci sualda deyilir ki, yükü Q bərabərdir 2E olan müsbət yüklü hissəcik bir cins elektrostatik sahənin potensialı F1 bərabərdir 66 volt olan nöqtəsindən F2 bərabərdir 6 volt olan nöqtəsinə hərəkət etdikdə onun kinetik enerjinin dəyişməsini hesablayın. Dərhal biz kinetik enerji haqqında teoremi yazırıq. Deyirik ki, kinetik enerjinin dəyişməsi sahənin yüklü zərrəcik üzərində gördüyü işə bərabərdir. Bəs bu iş nə cür hesablanırdı? Q vurulsun, F1 çıxılsın, F2 şəklində. Beləliklə, delta Y kinetik bərabərdir. Q-nin yerinə 2Y, F1-in yerinə 66 volt, F2-nin yerinə isə 6 volt yaza bilərik. Beləliklə, delta Y kinetik bərabərdir. 2Y vurulsun 60 volt və biz 120 elektron volt almış olduq. Cavabı deyir elektron voltla hesablayın. Doğru cavab 120. 26-cı suala baxaq. 26-cı sualda deyilir ki, təsvir olunmuş dövrədə kondensatorlar batareyasının ümumi tutumunu hesablayın. Birinci baxaq, baxın bu paralel birləşdirilmiş hissədən. Yazırıq onda S paralel bərabərdir S2 üstə gələk S3. S paralel də bərabərdir. 2 mikrofaradla 4 mikrofaratı topladıqda aldırıq 6 mikrofarad. İndi baxın, dövrəni yenidən çəkəsi olsa, bu gərginlik mənbəyinə müsbət qütbü, bu gərginlik mənbəyinə mənfi qütbü gəldik bu hissədə. Deməli, bir dənə S1 tutumlu kondensator, bir də S paralel deyilən bir kondensator. İndi bunlar nə cür birləşib bir-birinə? Artıq ardıcıl. S ardıcıl bərabərdir. S1 vuraq, deməli S paralel bölək S1 üstə gələk S paralel. Bu şəkildə yaza bilərik. Beləliklə, S ardıcıl bərabərdir. 3 mikrofarad vuraq, deməli, neçə aldıq? 6 mikrofarad bölünsün onların cəminə. 3-dən 6-nın da cəmi olur 9 mikrofarad. Baxın, indi mikrofaradlar ixtisar etdi. 3 dəfə 6, 18, 9-a da böldükdə S ardıcıl bərabərdir. 2 mikrofarad almış olduq. Deməli, kondensatorlar batareyasının ümumi tutumu 2 mikrofarada bərabər olar. Sonra İndi isə 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. S2 kondensatorunun yükü Q-dür. İndi baxırıq ki, burada S1 və S2 kondensatorları bir-birinə ardıcıl birləşdirir. Deməli, biz deyirik ki, ardıcıl birləşmə zamanı kondensatorların yükləri bir-birinə bərabər olurdu. Yəni, Q1-in yükü Q2-in yükünə bərabərdir. İndi S2 kondensatorunun yükü Q-dürsə, deməli, onda S1 kondensatorunun yükü də elə Q-yə bərabərdir. Ona görə 1-ə getdi A bəndi. Gəlin, A-nı biz çıxaq. İndi baxaq S3 kondensatorunun yükünə. Baxın indi. Burada S ardıcıl
görürsünüzmü? Burada ikisi də ardıcıl birləşdirir. Deməli, onda S ardıcılı tapsaq, 3S'ni vururuq 6S'yə, bölürük onların cəminə, yəni 9S'yə və biz beləliklə 2S alırıq. Baxın, deməli, biz bunun paralel dövrəsini çəksək, yuxarıda 2S'lik bir kondensatordur, altda isə S3, yəni S3 ilə işarə olmuş və tutumu 6S olan digər bir kondensatordur və bunlar nə cür birləşiblər? Bunlar artıq deməli birləşiblər, bağışlayın, gəlin bu hissəni silək. Bunlar birləşiblər paralel şəkildə. Paralel şəkildə birləşmə zamanı isə U sabit olurdu. U sabit olduğuna görə də Q ilə S nə cür asılı idi? Düz asılı idi. İndi baxırıq ki, bunun üst hissənin tutumu 2S'dir, yükü Q'dur. Onda alt hissənin tutumu 6S olduğuna görə onun yükü 3 dəfə çox olmalıdır. Yəni olmalıdır 3Q. Deməli, S3 kondensatorunun tutumu da 3Q'yə bərabərdir. Bu da doğru cavab C bəndi olur. Bunu da sildik. Bəs deyək ki, kondensatorlar batareyasının ümumi yükünü, müəllim, üst tərəfdə Q'dur, alt tərəfdə 3Q'dur. Deməli, batareyanın ümumi tutumu yekunda 4Q olmalıdır ki, 3-ə də getdi D bəndi. Deməli, 1-ə getdi A, 2-yə getdi C, 3-ə də getdi D bəndi. İndi isə burada təqdim olunmuş situasiya sualına gəlin baxaq. Elektrik tutumları isə bərabərdir 8 mikrofarad olan kondensatorlardan ibarət dövrədə A açarı əvvəlcə 1 vəziyyətinə, sonra isə 2 vəziyyətinə qapanır və U bərabərdir 40 voltdur. Hansı halda kondensatorlar batareyasında toplanan elektrik yükü daha böyük olar? Əgər bir açarı bağlanarsa, onda bu hissədən bağlayırıq. Görürük ki, alt hissə öz funksiyasını itirir. Üstdəki kondensatorlar bir-birinə nə cür birləşir? Ardıcıl. Ona görə deyirik ki, S ardıcıl bərabərdir S bölünsün 2 olar. Düzdürmü? U da sabitdir. Onda Q də bərabərdir. S bölünsün 2 vurulsun U yazarıq. Yəni birinci halda deməli kondensatorlar batareyasındakı ümumi yük Q bərabərdir SU bölünsün 2 olar. Əgər biz açarı 2 vəziyyətinə gətirsək, yəni bu hissəni silək hamısını, 2 vəziyyətinə gətirsək, bu halda üstün heç bir mənası olmaz və alt tərəfdə kondensatorlar bir-birinə nə cür birləşmiş olar? Paralel. Beləliklə S paralel də bərabərdir 2S olar və Q-nü biz tapası olsaq, bu dəfə Q bərabərdir SU-dan 2S vurulsun U yazarıq. Çünki artıq biz 2S almışıq axı tutuma. İndi onda baxırıq ki, paralel birləşmə zamanı, buna Q paralel bağışlayın, buna Q paralel yazaq, buna isə Q ardıcıl yazaq. Deməli, paralel birləşmə zamanı, kondensatorlar batareyasının paralel birləşmə zamanı toplanan ümumi yük, ardıcıl birləşmə zamanı toplanan ümumi yükdən neçə dəfə böyükdür? 4 dəfə böyükdür. Ona görə deyir ki, hansında yük daha böyük olar? Paralel birləşmə zamanı. Niyə? Bax, bu səbəblərə görə. İndi görək nə deyir? Deyir ki, açar bir vəziyyətində olduqda kondensatorlar batareyasının enerjisini hesablayın. Baxın, açar bir vəziyyətində olduqda, gəlin bu hissəni yenə silək. Açar bir vəziyyətində olduqda, dedik ki, ikinci deməli hissənin, yəni altdakı paralel birləşmənin heç bir əhəmiyyəti olmur. Və burada kondensatorlar nə cür birləşmiş olur? Ardıcıl. Ardıcıl birləşdiyinə görə S ardıcıl bərabərdir. Bir dənəsinin tutumu bölək saya. Deməli 8 mikrofarad olduğuna görə yarısı eləyir 4 mikrofarad. Onda enerjinin ifadəsini hesablasaq, W bərabərdir. Bu dəfə S ardıcıl vuraq, U-nun kvadratı bölək 2 yazarıq. Deməli, buradan W bərabərdir. S ardıcılın qiyməti 4 vuraq 10 üstü mənfi 6-dır. U-nun qiyməti nə qədərdir? Baxaq, 40 voltdur. Yazırıq 40-ın kvadratı, yəni 1600 bölünsün 2. Beləliklə 4 ilə 2 ixtisar getdi, 2 qaldı. W bərabərdir. 16 dəfə 2 eləyir 32. Arxasında 2 dənə 0 var. Deməli 10 üstü 2 vuraq 10 üstü mənfi 6. Beləliklə W bərabərdir 32 vuraq 10 üstü mənfi 4 olar. Bizdə W bərabərdir bunu 3,2 vuraq 10 üstü mənfi 3. 10 üstü mənfi 3-ün əvəzində də milli yazarıq. Yazarıq ki 3,2 milli joule. Sonra 30-cu sual isə sonuncudur. Deyir ki, açar 2 vəziyyətində olduqda kondensatorlar batareyasında toplanan elektrik yükünün mənbəyin gərginliyindən asılılıq qrafikini deməli, gərginliyin 20, 40, 60 volt qiymətləri üçün yükü hesablayaraq koordinat oxları üzərində qiymətlərini yazmaqla çəkin. Gəlin baxaq. Bu bizim deməli Q-müzdür, bir də bizim U-muzdur. Baxın, şəkildə onsuz da özü veribdir. 40, 60 nə bilim nə. Burada da Q mikroklonla hesablanmalıdır. Baxın, klonun da böyük bir K hərfini yeyiblər. Klon. Sonra U, burada da volt. Baxın, bura 0, 20, 40 və bir dənə 60 volt. İndi gəlin bir hesablayaq. Deməli, gəlin deyək ki, bizdə nə qədərdir? 40 voltdur, düzdürmü? İndi
hansı vəziyyət üçün? İki vəziyyət üçün hesablamalıyıq. Birinci, yəni iki vəziyyət üçün görək nə olur? Bunları yeri qaydaq silək. İki vəziyyətlə birləşdirəndə paralel birləşmə olduğuna görə birinci S paralel bərabərdir. Onda 2S alırıq. Beləliklə S paralel bərabərdir olur 16 mikrofarad. İndi biz yükü hesablamaq istəyirik. Q bərabərdir S paralel vurulsun U olar. U1-in qiyməti 20 voltdur. Onda Q1-in qiymətini biz hesablasaq, deməli 16 vuraq 10 üstü mənfi 6-nı vurarıq 20-yə. Beləliklə biz alarıq 320, deməli 320 vuraq 10 üstü mənfi 6. Aha, baxın burada nəyə şey ediblər? Bunu yanlış yazıblar. Heç olmasa K hərfini böyük yazardınız. Bu milli klonla demək istəyiblər. Ona görə bu şəkildə kiçik hərfi veriblər. Amma bu M kiçiklə K böyüklə yazmalı. Görürsünüz, mikroklon sözündən artıq mən onu qarışıq saldım. Siz də qarışıq sala bilərsiniz böyük ehtimalla. Onda mikroklon yəni 10 üstü mənfi 3 ilə yazın deyir. Onda yazaram 320 vuraq 10 üstü mənfi 3. Bu da elər, bir də vuraq 10 üstü mənfi 3. 10 üstü mənfi 6-nı 10 üstü mənfi 3 vuraq 10 üstü mənfi 3 şəkildə yazırıq. Bu hissə eləyir 0,32 vuraq 10 üstü mənfi 3. Yəni 0,Q1 bərabərdir 0,32 deməli 0,32 milli klon almış olarıq. Əgər 20 volt üçün 0, bağışlayın bu hissəni gərək dəqiq çəkək. Deməli 20 volt üçün 0,32 alırıqsa, onda 20-ni 2-yə vurduqda 40 olur. Deməli yükün qiyməti də 2 dəfə artır. Yəni 0,64 olur. 20-ni də 3-ə vuranda 64 edir. Deməli biz onda bunu yükün miqdarında nə etməliyik? 3 dəfə artırmalıyıq və bu da eləməlidir 0,96. Yəni bunu da 3 dəfə artırırsınız. Yəni hesablamıram, amma bu qaydada hesablayırsınız. Və bu üçündən də keçən bir düz xətt artıq göstərir ki, burada nə cür asıllıq var? Düz mütənasib asıllıq var. Beləliklə biz 5-ci sınağın bütün suallarına baxdıq. Ümid edirəm ki, heç bir həll səhvinə yol verməmişik, hesablama səhvinə yol verməmişik. Yaranan xırda texnik qüsurlara görə əlbəttədən hər birinizdən üzr istəyirəm. Ola bilər ki, diqqətimdən qaçıb hardasa səhv eləmişəm. Onu videonun şərh bölməsində göstərə bilərsiniz ki, yerdə qalan izləyicilərdə də çaşqınlıq yaranmasın. Əvvəlcədən hər birinizdən yarana biləcək səhvlərə görə üzr istəyirəm. Sağ olun, diqqətiniz üçün təşəkkür.